Bakıda yeməklərini çox bəyəndiyim 3 restorandan biri də bax buradır. O gün yenə ürəyimizə qonaqlıq düşdü. Düzdür, qonaqlıq qaralı deyildik, amma olsun 4 nəfərlə məkanın həyətində oturduq. Bəri başdan deyim ki, qonaqlığın döyməsi çox əla olur. Lülə yox ha, döymə. Kötük döyməsi. Bura gələndə dadına baxın. Burada adama bir dənə döymə verirlər. Yedikcə mədən qarnını döyür ki, varsa birini də göndər. Sonra Elvin usta bizə limonlu beçə verdi. Amma limonun soxu ətin dadını üstələmişdi deyə kənd çolpasını hiss eləyə bilmirdim. Turşməzə dad sevənlər üçün yaxşı nemətdir. Mən isə o qədər də bəyənmədim. Amma qaymaqlı can əti əlaydı. Sacda verilir. Çörəkdən batırıb yedikcə adamın gözünə işıq gəlir. Antrikotları isə əladan da əla. Sizə deyim ki, antrikotu bu cür yumşaq və yandırmadan bişirə bilmək hər kababçının işi deyil. Kabab demişkən, kabablar burada 6-8 manat arasında dəyişir. Qazan yeməkləri 9 manat, limonlu beçə isə 16 manatdır. Buranın kabinetlərindən əlavə belə qəşəng həyəti var. Yay aylarında üzü axşama doğru açıq havada oturmaq ləzzət eləyir. Hələ üstəlik milli musiqilərin canlı ifası da üstündə bonus. İzlədiyinizə görə təşəkkürlər. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.